Cisim düz xətt üzrə A nöqtəsindən B-yə, sonra isə yarım çeviri üzrə hərəkət edərək C nöqtəsinə gəlib, bütün yola 50 saniyə vaxt sərf edərsə, cismin yola və yer dəyişməyə görə orta sürətini hesablayın. Gəlin əvvəlcə yola görə orta sürətə baxaq. Yazaq V orta bərabərdir. Yəni bütün ümumi gedilən yol bölünsün sərf olunan zamana, bütün yola sərf olunan zamana. Gəlin əvvəlcə baxaq şəkli üzrə. A-dan B 300 metr gedib, düz xətlə hərəkət edib, ancaq B-dən C-yə isə əyri xətlə hərəkət edib, yəni çevrənin yarısını gedibdir. Biz də bilirik ki, çevrənin uzunluğu 2 piyerdir, amma burada yarısına getdiyinə görə 2 piyer edir. Çünki el bərabərdir 2 piyeri, yarısı getdiyinə görə vururuq 2-də 1-ə. O da edir piyer. Pi 3-dür, R 50-dir, bu da edir 150. Deməli, buradan B-dən C-yə əyri xətlə hərəkət edərək 150 metr məsafə qət edib. Deməli, yazırıq ki, onda 300, A-dan B 300, B-dən C isə 150. Bölünsün, bütün sərf olunan zaman 50. Bu da edir 450, 50-yə böləndə 9. Deməli, bizim yola görə orta sürətimiz 9 oldu. İndi gəlin yer dəyişməyə görə tapaq. V orta bərabərdir, S yer dəyişmə bölünsün T. Yer dəyişmə necədir? Biz bilirik ki, yer dəyişmə cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini, yəni A-dan başlayıb başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası yer dəyişmədir. A-da başlayıb, yəni C-də qutarıb. Gəlin baxaq görə nə qədər yer dəyişmə edib. A-dan B 300 metr, B-dən C-yə isə çevrənin diametri 100 edir. Çünki radius 50-50, buradan bura 100 edir. Deməli, yer dəyişməsi 300 buradan bura, 100 də belə B-dən C-yə edir, ümumi 400 metr yer dəyişmə edir. Yazırıq 400 bölünsün. Zaman yenə 50-dir, 450-yə böləndə edir 8. Deməli, yer dəyişməyə görə də orta sürətimiz 8-dir. Cavab D variantı.